Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Qənimət Zahidovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Belə ki, dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub. Hökmə əsasən Qənimət Zahidov 7 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Zahidov Qənimət Səlimoğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 dövlət əleyhinə yönələn açıq çağırışlar təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilib. Bakı şəhər Səbail rayon məhkəməsinin 25 iyul 2018-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İstintaqdan gizlənən təqsirləndirilən şəxsə itham elan edilməsi üçün 4 avqust 2018-ci il tarixdə Fransa Respublikasının səlahiyyətli orqanlarına müraciət olunub, lakin tutulması və ekstradisiyası mümkün olmayıb. Cinayət işi üzrə ibtidai istintaq noyabrın 17-sində tamamlanıb.